bu ne oyundu? Bu ne oyundu? Bu ne ayaktı? Bu ne restorandı? Bu ne biabırçılıktı? Bu ne oynamaktı? Bu ne ayaktı? Bakıp gülürler ermənilər bizə. Değerli vətənlərim. İndi adam yerine koymurlar da kimse toya çağırıbdı. Axı bunlar cavan oğlanlar 30 yaşa 20 yaşa kimi bir ad günü belə keçirəməyən oğlanlar idi. Aparlar hamısı bir heç olmasa 5-10 gün bizi gül çiçəklə qarşılayacaqlar deyə getdilər. Bir dənə jestin, bir dənə Divjeniyanın qurbanı olan kasıb balaları. Getdilər o da ayağını açıb. Ama o şalvarı sallamaq olmurdu. O yaralı ayağını görən uşaqlar ne travma yaşayacaqlar. Şəxsən mən uşaq vaxtı bax elə ayaq görsəydim 18 yaşa ki o travma məndən çıxmayacaq. Bu ne oyundu? Bu ne şadlıq saraydı? Bu ne toydu? Toyumuz vaya dönsün eləsin. Bir qəhbənin balası çıxıb bu qazini başa sala bilmir mi ki? Uşaq var, böyük var, qadın var. Belə olmaz. Yazık qazini gör nə hala saldı. Bakın. Bu qaziyə sən 1500 manat, 2000 manat pul verməliydin, 3000 manat pul verməliydin. Bu qazinin hər telindən bir qız sallanmalıydı. Bu qazinin sağında solunda bir qulluqçu qızlar gəzməliydi. İndi bu qaziyə sən verirsən bax, dizdən aşağı ayağı yoxdur. Buna verirsən nə? Buna verirsən sən 200 manatdan aşağı maaş verirsən. 50'lik pulu verirsən 200 manatdan aşağı. Yaltaqlıq eləyənə də prezident təqaüdü verirsiniz 120 manat. Yaltaqlıq eləməyənə vermirsiniz. Ona göre kasıb qazide bak paltarına bak. Bunun hani bahalı protezi? Bunun ayağında bahalı protez olmalıydı. Protez. Öz şəxsi ayağından, radnoy ayağından seçilmeyen protez olmalıydı. Gözəl kulturlu gəlməliydi. Bakın indi meymuna döndürürlər qazini. Gerizekalı qazi. İlham Əliyevin çağrılışından savaşa getdi. 9000'den çok qazimiz, daha doğrusu 9000'den çok şəhid verdik. 11.000'den çok bu vəziyyətdə olan qazimiz oldu. Ermənilər əskərə qan pulu 150, 160, 180 min verdiler. 20%'ni dərhal qalanı da hissə verirlər. Bizim qaziləri də gözləri olmayan qazilərdən futbol komandası düzəltdilər. Ayaqları olmayan qazilərdən futbol komandası düzəltdilər. Mehriban Əliyevə baxıb gülürdü qazilərimizə. Bu nədir? Bu nə biyanışı? Çıxardılar. Başı yarılmış polkovniklər var. Belə eləyəli oynayırlar. Bax, belə eləyəli. Yazıqlar hərəkət eləyə bilmir. Belə eləyir bax. Belə hərəkət eləyə bilmir. Elə çıxardıb oynadıb bunlara gülürlər. Gülürlər. Bakın Ermənide oynayan var mı? Oranın da qazilər var da. Ukraynada da var da qaz. Elə oynayan var mı? Kucağına götürür bir ayaklar yok. Kucağına götürür oynadırlar. Onları oynatmak lazım değil. Onlara pul vermek lazımdır. Onlara devlet bakıcı tutmalıdır. Onları meymun kimi oynadıp pul yığmak lazım değil. İster toylarda, ister TikTok'larda, ister metronun qabağında. Onlara pul vermek lazım. Parmağa bir tikan batanda necə acıyır. Onlar bədəninin yarısını itiriblər. Buradan belə bədəni yoxdursa ayaqlar dipdən yok. Görün de onun bədənində neçə kilo qəlpə var. Niye bu qaziləri bu günə koymuşsunuz? Niye bu günə koymuşsunuz bu yazıkları? Ha? Niye göre? Çünkü bu halkın qaziləri değil bunlar. Çünkü bunların kanı tökülen torpaq İsrail'indi, İlhamındı, Erdoğan'ındı, Putin'indi. Halka bunların kanı tökülen torpağı özlerine 3000'e satırlar sotunu Fizuli'de. Çünkü bunların kanı tökülen torpak halkın olmadı. İlhamın oldu. İndi de savaş başlayır diye danaları getirdi, Şamaxıya doldurdu ki orada İran'ın raketleri vurmasın. Buna bak buna. Buna bakın buna. Siz Allah. Yazık da ölme. Yazık da ölme buna. Yazık da ölme bu. Buna bak. Bunun başı travmalı diye başı yoktu bunda. Buna başı yok diye bunda. Bir adam da demir ki ay bala. Bu toydusa toya ham uşaqdan gəlir, arvad uşaqdan gəlir. O uşaq o ayağı görəndə necə bir özünüz uşaqlığınızı yadınıza salın. Uşaqlığınızı. O uşaq, hələ biz o vaxt Rusun vaxtında görürdük ki, ayağı olmayan görmüşdük biz. Hələ o ayağı şalvardaydı. Biz özümüzə gələ bilmirdik, hələ oğlan uşağı, vəhşi kimi oğlan uşağı. İndi görün ki, o ayağı açıq, o kəsilmiş ayağı görən uşaq nə günə düşəcək? Mən şəxsən orada uşağımı buraxmaram, o toya uşaqdan gəlmənə. Bu qazini başa salan yoxdur mu? Bu qazini başa salan yoxdur mu? Mən gələndə onlar üçün qayğı olacaq. Onların kəsilən qolu, kəsilən ayağı olmalıdır Azərbaycan devləti. Onların əli yoxdur, ayağı yoxdur. Elə Kitayda, Yaponiyada elə süni əllər çıxardıblar ki, doğma əldən seçilmir. Elə arabalar çıxardıblar ki, o əlil arabaları, lüks. Nədir? 3000-5000'dir də Almaniyada da var. O üçün baxa-baxa qalmışdım ki, bizə əlillərə niyə vermirlər bunu? 3000-5000'dir də hani bizim devletin 10.000'den ayağı olmayan əlil olsun. Yoktu mu bizim devletin 10.000 araba almak imkanı? Ha? Sadece o beyə oynayan
Əlil var ha. Onun çəliyini götürmək lazımdır. İlhamın, Mehribanın, Alyonanın bir yerinə itələmək lazımdır. Vəssalam. Ağlar günə qoyublar Azərbaycan devlətini. Orada Erdoğan bitirdi Türkiye iqtisadiyyatını. İlham Əliyev də tamamen ölkəni batırdı. Yine bir Türkiye'de bize bakanda bir yöntem var. Bir yaşama sistem var. Az da olsa var. 90 milyonluq Türkiye'den Azərbaycanda neçə min nəfər hamballığa gəlib və yaxud iş qurmağa gəlib? Neçə min nəfər? Deyəcəksiniz, var. Var, yekələrin adamıdır. Hamballığa gələn Türk görmüsünüz Azərbaycanda? Gəlirsə nə qədər? Uzaqbaşı 1000-2000. Yaxşı. 10 milyonluq Azərbaycandan niyə 2 milyon, 3 milyon Türkiye'də hamballığa getməlidir? Hamələliyə. Niyə? Çünki Azərbaycanda çörək yox. Heyvan heyvandır. Bütün canlılar harda yaşayış varsa ora gedir. Ora gedir. Bəli. Bəli. Oranı da Erdoğan batırıb. Türkiye'ni de Erdoğan batırıbdır. Ama bize bakanda bir balaca çörək tapmaq olur. Əvvəllər Türk vətəndaşları bir əli yağda, bir əli balda yaşayırdılar. Bir dənə əməkli ikramiyəsindən əməkli olanda bir ev alırdılar. Ama o babalar getdi. Daha yok öyle babalar. İndi ancaq arı kimi çalışmalısan ki hayata tutunabiləsən. Evdə hamı çalışmalıdır ki, əvvəl evdə bir adam çalışsaydı hamını bəsləyebilirdi. İndi hamı çalışmalıdır ki hayatta qalabiləsən. Çox ağır dönemler keçir Türkiye, Azərbaycan. Çünkü üstün hizmet madalyası alan diktatorlar geldi. İndi Erdoğan ziyanın yarısından qayıtmaq iyiydi deyip İlham'a təzyiq eləyir ki, İran'a həmlə etməsin. Ama İlham Əliyev də etmək ərəfəsindədir. Değerli mənim, çox vəziyyət ağır.